Əgər sən də insülin dirəncindən əziyyət çəkirsənsə, bu video tam sənin üçündür. İnsülin direncini aşağı salmaq üçün 5 əsas qayda var. Bu qaydalardan birincisi karbonhidratdır. Karbonhidratı minimum səviyyəyə endirdiyiniz müddətcə metabolizmanın sürətli inkişaf edəcək və siz insülin direncini aşağı salacaqsınız. İkinci əsas amillərdən biri isə 7-dən 70-ə hər kəsə faydalı olan omega 3-dür. Tərkibində güclü amin asid turşuların nəticəsində yağ yandırıcı olan omega 3 istifadə etməklə siz insülin direncini aşağı sala bilərsiniz. Üçüncü amil isə D vitaminidir. D vitamini insan bədənində əksik olduğu müddətcə insan nə çəkisini artıra bilir, nə çəkisini azalda bilir. Dördüncü əsas amillərdən biri isə mütəmadi olaraq idmanda məşğul olmağınızdır. Əgər idman zalına getməyə vaxtınız yoxdursa, gün ərzində mütəmadi olaraq 45 dəqiqə, 1 saat ərzində yürüyüş etməyiniz tövsiyə olunur. Beşinci, sonuncu əsas amilimiz isə sudur. Bəli dostlar, gün ərzində minimum 3 litr su tükətin. Bu və bunun kimi məlumatlar əldə etmək üçün səhifəmə abunə olmağı unutmayın.